Hörmətli valideyn, sizin uşağınız çox istedadlıdır. Biz onun məktəbə getməsini tövsiyə edirik. Oğul mənim deyirəcək, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Gör ki, bu bədbəxt özü elmə həvəskardır. Kəsbi kəmal etməyə səyi dəxi vardır. Məncə bu işlər bütün işi və kifardır. Dinə zərərdir zərər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Bəs ki, uşaqdır hələ, yaxşı yaman sanmay. Elmin əbəs olduğun anlamay, qanmay. Şair uşaqlar kimi hər sözə aldanmay. Eyləyər ömrün hədər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Eyləmərəm rəhmunun gözdən axan yaşına, baxsın özündən böyük, öz qoçu qardaşına. Ölsə də vermərəm şapka qoyaq başına. Kafir ola bir nəfər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Uşaq mənimdir baba, dəxli nədir sizlərə? Kim sizi qəyyum edib, hökmədəsiz bizlərə. Yatmərəm əsla belə, dinə deyər sözlərə. Bir kərəqəm müxtəsər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Qoysanız öz oğlumu, mən salımız alimə. Sənətimi öyrədib, uydurum əhvalimə. Dün bu oxutmaq sözü ərz elədim alimə. Söyləd hazır kəfər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Zeygəm kişi, nə olur? Biraz saçləşsənə. Bəsdir cəhənnəm olub, bunca ki aldatmısınız. İndi 5 ildir tamam, dinimə əl qatmısınız. Sevgili övladımı kafirə oxşatmısınız. Duydum işin sərbəzər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Satmaram öz əqlimi, sizi kimi la məhzəbə. Raziyam oğlum gedə qəbrə, nəinki məktəbə. Məktəb adın çəkməyim, mələbədir mələbə. Əl-həzər ondan həzər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Bəsdir o bildikləri, kaş onu da bilməsə. Canıma olsun fəda, bir də üzü gülməsə. Ta ki o zehindəki fikirləri silməsə. Sanma ola bəxtəbə, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. Fikrimi vermərəm sizi kimi nadanlara. Çünki xəyanətçisiz cümlə müsəlmanlara. Mənzilinizdir səqər, oxutmuram, əl çəkin. Eyləməyin dəngəsər, oxutmuram, əl çəkin. 1910-cu ildə Balaxanı kəndində Zeygəm adlı ortabab tacirin 11 yaşlı oğlu Dostəli mollaxanada dini təhsil almış. Qonşuluqda yaşayan bir müəllim uşağın çox fərasətli olduğunu görüb, onu özünün işlədiyi yeni üsullu kənd məktəbində oxumağa çağırır. Atası icazə verməsə də Dostəli gəlir məktəbə baxır, müəllimlərlə söhbət edir, müəllimlər yeni şagirdi, şagird də müəllimləri çox bəyənir. Uşağı dindirən müəllimlərdən biri Mirzə Əkbər Sadiqdir. Dostəliyə məktəbin geyim dəstini, dərs kitablarını verirlər və həmin gündən 11 yaşlı oğlanın ikili həyatı başlayır. Dostəli hər gün səhər gündəlik paltarında mollaxanaya gedir, 1-2 saat Quran oxuyandan sonra yavaşca aradan çıxır, kəndin kənarında iri daş altında gizlətdiyi məktəb formasını geyib dərsə gəlir və həvəslə yeni biliklərə yiyələnir. Beləcə bir neçə ay çəkir. Nəhayət mollaxanada uşaqdan şübhələnir, izinə düşüb paltarını əvəz etdiyi sığınacağı aşkar edirlər və atasına xəbər verirlər. Sərt xasiyyətli Zeygəm kişi birbaş məktəbə gəlir, hay-küy və söyüşlə oğlunu axtarır, şagirdlər və Sabir də daxil olmaqla bütün müəllimlər bayıra çıxır. Lakin heç kim Dostəlinin qəzəbinin həddini görməyən atasının əlindən ala bilmir. Zeygəm oğlunu Balaxanı kəndinin əsas meydanına gətirir, ağaca bağlayır, oğlana yaxın gələnə söyüş qoyur və sonra hamının gözü qabağına Dostəlini döyməyə başlayır. Səs-küy, uşağın bağırtısına kənd cəmaatı, məktəblilər, müəllimlər yığışır, nə qədər dil töksələr Zeygəmi sakitləşdirə edə bilmirlər. Müəllimlərin məktəbdə oxumağın zərərli olmadığını, haqda öyüdlərinə Zeygəm kişi hiddətlə uşaq mənimdir, oxutmuram da əl çəkin deyə cavab verir. Nəhayət kimsə gedib Zeygəmin böyük qardaşını çağırır və meydandakı tamaşadan hisslənən böyük qardaş
Oxutmursan oxutma, daha bu rüsvayçılıq nədir deyib Zeygəmə bir şillə vurur və beləliklə onu sakitləşdirir. Bütün bu hadisəni izləyən Mirzəli Əkbər Sabir neft mədənlərinə səbəb hələ Bakının ən qabaqcıl və zəngin kəndlərində sayılan Balaxanda üzləşdiyi bu nadanlıq və cəhalət səhnəsini az sonra qələmə alır və məşhur "Oxutmuram əl çəkin" şeirini belə yaranır. Bu şeirin prototipi olan Zeygəm kişi sözünün üstündə durur və daha oğlunu məktəbə qoymur. Dostəli mollaxananı bitirir və ömrünün sonuna qədər Balaxanın kənd mollası olur. Amma necə molla? Çox gözü açıq, yeni fikirli, maarifpərvər və başlıcalı Sabirin şeirlərini əzbərdən bilən.